Harda yazılıb, bunların beyinlərinə o qədər yuyublar ki, hakimiyyət də həmin o marginal qrupda 30 ildir. Bunlar elə bilirlər ki, müxalifət həmişə bir olmalıdır. Yoxdur elə dünya, elə qayda. Mən ideoloji birliklərə inanıram da. Bəlkə sabah müxalifət partiyası yaranacaq. Azərbaycanda İslam dövləti qurmaq istəyəcək. Adı müxalifətdir də. Deyəcək, prezident haqqında danışacaq, hökuməti tənqid edəcək. Yəni, həbsdədirsə müdafiə nə dəxli var onun? Mən yenə, çünki o bir cümləni dedim, 3 dəfə dedim, 4-cü dəfə də deyim yenə. Heç kimin həbs olunmağını istəmirəm. Kimin günahı yoxdur, günah azad olunmasını istəyirəm. Hətta Ali Kərimlinin belə ev dustaqlığında yargılanmasını istəyərdim. Qoy sübut olunsun sonra. Necə ki, Ramiz Mehdiyev ev dustaqlığında yargılanır. Bunu da istəyirəm. Amma bu demək deyil ki, bu müxalifət partiyası deyə mən onu tənqid. Məni təhqir eləyəndə, illərdir təhqir eləyəndə, haradaydı o alpdı? Haradaydı? Niyə gəlib bir şərh yazmırdı ki, ay Fuad qəhrəmanlı, ay sənin dəstə. Özdə yeri gəlmişkən, bir-iki nəfər həbs olundu və yaxud da bir-iki nəfər get. Trollarının sayı 100 dəfə azaldı. Birdən-birə. Pul yoxdur. Həm pul yoxdur, həm də birinin 50 dənə profili var idi də. Niyə o söyəndə məni təhqir eləyəndə, atamı təhqir eləyəndə? Niyə gəlib yazmırlar ki, vicdansız, o da müxalifətdir, sən də. Niyə bunun atasını təhqir eləyirsən? Niyə bunun ailəsini təhqir eləyirsən? Deyirdiniz, yox. Mən amma heç kimi təhqir eləmirəm. Heç mənim leksikomda da yoxdur, kitabımda da yoxdur. Mən sadəcə sizə mənzərəni göstərdim. 30 ildir bağlı qapılar arxasında, restoran kabinetlərində, ofis kabinetlərində danışıblar hakimiyyət və bu müxalifət. Alverləri də olub, pulları da olub, hər şey olub. 19-cu ildən sonra Ramiz getdi, alver dayandı, başqa bir şöbə yarandı. Normal, sivil diskusiya başladı. Bunlar ilk üstümüzə gələn oldu. Avtobus müxalifəti və s. deməklə üstümüzə gəlib, özlərini yandırdılar. İndi məlum olur ki, niyə bunu deyirlərmiş? Mən bunu deyirəm də. Mən deyirəm o cinayət eləyir. Mən deyirəm onun cəzası olmalıdır, güllələnməlidir. Yox. Deyirəm, bunu ki sizin gözünüzün qabağında oldu. İfşa oldu deyirsiniz. Bəli, bu sizin gözünüzün qabağında oldu da, niyə baş verdi? Nə baş verdi ki birdən-birə? Bizim üstümüzə 20-ci ildə bu qədər hücum gəldi. Niyə? Bizim deyəndə mən tək realı nəzərdə tutmuram da, o prosesdə iştirak edən partiyalar. Elə Ağ Partində olsun, hörmətli Tural bəy olsun, başqaları olsun, Pənah bəy olsun, başqaları olsun, hörmətli insanlar da olsun. Niyə üstünə getdilər? Niyə? Çünki alverləri dayandı. Çünki onların münasibətləri, o kölgə kabinetlərdə olan belə iyrənc münasibətləri sonlandı. Normal diyalog başladı da. Razıyıqmı bu prosesdən? Yox, təbii ki, biz daha çox istəyirik. Amma biz bunun şəffaf olmasını istəyirik. Biz bunun açıq olmasını istəyirik. Biz istəyirik gəlsin, hətta biz görüş keçirəndə bir ASTV-nin kamerası qoysun, çəksin o görüşü. Buna qədər şəffaf istəyirik biz prosesi. Daha belə kabinetdə götürüb cibivə qoyub qaç. Özə gör nə qədər həyatsızdılar, deyir ki, orada nə qədər 300-500 də deyil, çoxda amma hər halda da 1000 olsun, 2000 olsun, 3000 olsun. Bundan inqilab mı eləmək olar? Çevriliş mi eləmək olar? Kim deyir ki, sizə onu çevrilişə görə veriblər? O sizin dolanışığınızdır, aylığınız. Çevriliş üçün təbii ki 1000 manat, 5000 manat olmur. Sadəcə sizi orbitdə saxlamaq üçündür. Niyə 3 fərqli paltarda sizi çəkiblər? Onu göstərirlər ki, siz mütəmadi aylıqdır da, bu gəlib qol çəkib maaşını alıb çıxıb gedir. Bütün fəsillərində. Biz bundan danışırıq. Mənə nə var onun hansı formada günahı var yoxsa yoxdur? İnşallah ki, heç bir günahı yoxdur. İnşallah ki, heç bir kriminala bulaşmayıblar. İnşallah. Mən bunu siyasi qiymətini verirəm. Mənə nə var onların hüquqi məsələsindən?